Zəfər komandası ilə Mübarizlər komandasının oyunu başladı. Final görüşü. İndi Zəfər komandası hücumdadır və Zahid topu irəliyə ötürür, ancaq top hələ ki Zəfər komandasındadır. Topa Zəfər komandası topla oynayır hələ ki. İrəliyə ötürmə və hələ ki top Zəfər komandasındadır. Mübarizlər komandası isə pressing edir Zəfər komandası futbolçularına. Onlarsa geri ilə oynayırlar. Hələ ki yaxşı hərəkət etdi burada Zəfər komandasının futbolçusu. 2 oyuncudan sıyrıldı, ancaq növbəti dəfə alınmadı. Geri oynadı. Yaxınlıqdakı komanda yoldaşına ötürdü topu. İrəliyə ötürmə. Yaxşı saxladı topu, ancaq zərbəsi yaxşı alınmadı. Qapının üstündən keçdi top. İndi Zahid komanda yoldaşını ötürdü. Yenidən top Zəfər komandasındadır. Elvin. Və Zahid yandakı komanda yoldaşı ilə oynadı. Geriyə ötürdü. Zahiddən irəliyə ötürmə. Mübarizlər hələ ki topladı. Sərbə qapıya. Çox pis sərbə alındı. Qeyd dəqiq oldu. Qapıya yaxın belə düşə bilmədi. İndi pressingdədir Mübarizlər komandası və qayda pozuldu burada. Zəfər komandasının futbolçusuna qarşı. İrəliyə ötürmə. Mübarizlər komandası topla oynayırlar. Pressing var burada və top Zəfər komandasındadır. Qapıdan zərbə olacaq. Zahid topu getirdi. Yaxınlığındakı komanda yoldaşı ilə oynadı. Ondan Zahid ötürmə. Zahiddən yanındakı komanda yoldaşını ötürdü. Yaxşı topu saxladı burada. Mübarizlər komandasının futbolçusu. Zərbə. Yaxşı zərbə indirdi və qapıcı da yaxşı qurtardı topu. İkincidən zərbə Mübarizlər komandası yerinə yetirir. İrəliyə ötürmə. Zahid götürdü topu. Aqil topu saxlaya bilmədi burada. Aqil pressingədir, qapçı. Qeydə götürdü burada topu, çox rahat oynadı, zərbə və qapçı tutdu topu. Qeydə götürmüşdü, ancaq yenə qeydə götürmə gəldi. Mübarizlər komandası hələ ki hücumdadılar, ötürmə tələsdirər burada. Tələsdilər burada. Rəşada ötürmə, Rəşad geriyə oynadı. Zahid.
Götürdü topu Sahid, ötürdü komanda yoldaşı ilə oynadı. Və top meydan tərk etmiş Zəfər komandasında top. Rəşad ötürdü digər komanda yoldaşına. Ondan ötürmə qeydə qalındı. Orada heç kim yox idi. Baxmadan ötürmə etdi. Mübarizə hücumdadır. Zərbə, top qapdan yan keçir. Hələ ki hesab 0-0'dır. 6-cı dəqiqədə oyunda Rəşad topu düzgün rama edə bilmədi burada. Zərbə. Çox qolun bir attığımındaydı Mübarizə komandası. Ancaq top qapıdan çox az fərqlə aralı keçir. Hələ ki topla özü oynayır. Zərbə. Çox yaxşı hücum quruldu da, çox yaxşı zərbə indirdi. Ancaq yenə burada da top qapıya biraz aralı getdi. Çox maraqlı oyun izləyir. Hələ ki qol yoxdur oyunda. Sahid. İndi boşdular, zərbə. Yenə qeydə zərbə alındı. Yenə sanki biraz tələsdilər burada da. Qapçı topu yatırdı. Yanındakı komanda yoldaşı ilə oynadı. O irəliləyir, ancaq topu aldılar ondan. Çox maraqlı oyun gedir hələ ki. Ötürdü Rəşada. Ötürmə və Zahir topu qaytardı. Heç kim qaçmadı burada topa. Ancaq yaxşı yerə ötürmüşdü. Qaça bilərdilər. Rəşad allatdı. Rəşad. Çox pis zərbə indirdi burada Rəşad. Yox, Rəşad deyildi. Mübarizənin hücumu və uzaqlaşdırdılar topu burada. Zaur. Zara qarşı qayda pozuldu burada. Aqil ötürdü digər komanda yoldaşına. Ötürmə az qalsın topu almışdılar və topu vaxtında çıxartdı. Mübarizə komandası hücumdadır. Zaur ötürdü geriyə. Zaurdan qapçıya Zahid'i ötürmə. Zahid. Zaur. Elvin'in zərbəsi və Zahir topu qaytardı. Zəfər komandası hücumdadır. Hələ də hücumdaydılar, ancaq mübarizlər sürətli əks-hücuma gedir burada. Ötürdü və topu saxlayır. Cərimə zərbəsi. Cərimə zərbəsi mübarizlərin. Çox sürətli çıxmışdılar. Yaxşı Allah'da orada Zəfər komandasının oyunçusunu, ancaq cərimə zərbəsi ilə dayandırdılar mübarizlərin hücumunu. İndi cərimə zərbəsi olacaq. Qayda pozuntusu ilə dayandırmışlar. Ötürmə, zərbə, dirək. Dirəkdən qayıtdı top, out Zəfər komandasından. Yaxşı zərbəyə indirdi yenə də, ancaq dirəyə dəydi. Out Zəfərin. Elvin. Elvin'in zərbəsi.
Aqil ötürdü. Zaura, Zaurdan geriyə Zahidə, Zahid orta ilə oynadı. Aqil, Aqildən irəliyə yaxşı ötürmə alındı. Ancaq biraz yuxarıdan getdi və çatdıra bilmədi burada. Hücumda Zəfər komandasından ancaq aldılar topu. İrəli ötürmə. Elvin boşdur. Elvin zərbə və Zahid qaytarır topu. Mübarizələr komandası yenidən topladı. Yenə yaxşı allatdı rəqibini. Ötürdü ancaq keçmədi. Alt mübarizələrin. Geri ötürdü. Zərbə və qapıcı. Təkrar zərbə və yenə qapıcı. Ardıcıl 2 zərbəni yaxşı qaytardı burada qapıcı. Yenidən hakim ikinci zərbənin yenidən endirilməsini, başlanmasını söyləyir. Topun gerisində Aqildir. Ötürdü zərbə. Zərbə indirmişdi və qapıcı qaytardı topu. Out olacaq. Out mübarizələrin. Ötürmə. Qapıdan zərbə. Qapıcı ötürdü topu ancaq görmədi burada rəqib oyunçusunu. İndi ikinciden zərbə alacaq. Zərbə və gol! 1-0. İndi vurdular. Çox yaxşı zərbə indirdi uzaqdan və zərbə hesab açılır. 1-0 Zəfər komandası hesabda irəlidədir. 13-cü dəqiqədə vuruldu gol. Çox yaxşı zərbə alındı burada. Zahid qapısı topa toxundu ancaq çıxarda bilmədi zərbəni. Zaur irəliləyir, ötürdü digər Cinaha. Zahidə gəldi top. Pressingdədir, ancaq top qapısıya gəldi burada. Topu saxlaya bilmədilər. Out Zəfər komandasının. İrəli ötürmə. Yaxşı ötürdü burada. Təkrar zərbə. Qeyridə qalındı. Yaxşı ötürmüşdü dabandan. İrəli ötürmə. Yenə aldılar topu. Zərbə Zahir. İkinci dəfə qaytardı topu. Zərbə gəlmir hələ ki. Yenə yaxşı allatdı Zəfər komandasının futbolçularını, ancaq ala bilmədi topu burada. Cəhd elədi, ancaq ala bilmədi. Yanındakı komanda yoldaşı ilə oynayır. Qapıcı ilə oynadılar. Qapıcı dəyişib. Yenə irəliləyirlər. Ötürmə yaxşı alındı. Zərbə Zahid. Süper oldu burada. Yenidən Barza komandası hücumdadır. Yaxşı ötürdü burada. Zərbə və gol. Aqil hesabı 1-1 etdi. Burada hesab bərabərləşir. Mübarizələr komandası hesabı bərabərləşdirir. Çox yaxşı ötürdü burada topu. Heç kim görmədi oyunçusunu. Heç kim görmürdü və yaxşı ötürmə elədi. Hesab bərabərləşdi.
1-1. İrəli ötürmə. Aqil. Qeyrdə götürmə. Yenidən Zəfər komandası hücumdadır. Zərbə. Yaxşı zərbə indirilən, ancaq qapıdan biraz haralı keçdi zərbə. Aqil ötürdü, mərkəzlə oynadı burada. Zərbə, top qapıdan biraz yan keçdi, ancaq oyunçu topa toxundu və top elə çıxdı. İrəli ötürmə. Zahid topa toxunmur və qapıdan zərbələr top oyuna daxil edirlər. Aqildən ötürmə mərkəzə. Ondan Cinaha Zaur'a ötürmə. Zaur'dan Həsənə. Həsən. Zərbə alınmadı. Təkrar zərbə. Çox yaxşı zərbə indirdi. Ancaq qeyrdə qalındı. Zərbə blokladılar. Zahid. Hansı qədər? Həsən. Volkanlı deyəsən. Yaxşı oynayır. Həsən. Korpusda yıxdı. Həsən zərbə blokladılar. Yenidən Zəfər komandası hücumdadır. Zərbə və Zahir. Bu yaşda deyəsən futbolçu olub, yaxşı oynayır. Zəfər komandası topladı. Aqil pressing edir və alır topu. Zaur. Zaur'dan mərkəzə ötürmə. Ondan yenidən Cinahlı yaxşı oynadılar, ancaq blokladılar burada. İndi hücumdadır Zəfər komandası. Mübarizlər topladılar yenə. Zahid. Zahiddən Aqilə, əslində sənə ötürmək istəyirdi, ancaq Aqil götürdü topu. Zaur. Aqil. Aqildən mərkəzə zərbə və qapıcı qaytardı topu. Yenidən ikinciden zərbə olacaq. Aqil boşdur buradan da topu ala bilmir tam. Rəşad ötürdü komanda yoldaşına. 2 nəfərin arasına çıxa bilmir. Heç nə yox idi burada. Alladır. Zərbə və blok. İkinciden zərbə olacaq. Heç nə yox idi orada. Təmiz aldılar topu və ikinciden zərbə. Ötürmə Aqil boşdur, zərbə blok gəldi yəni də. Ancaq qapıdan zərbə olacaq burada. Out Zəfər komandasının. Zərbə. Blok gəldi, Zahid götürdü topu. Zahiddən irəliyə ötürmə. Qapıcı çıxartdı topu. Zəfər komandası hücumdadır indi. Geriyə oynadı komandabaşı ilə. Ötürmə bloklayırlar. Yenidən top. Yox, Zəfər mübarizələr komandasındadır. Zahid götürdü. Aqil oynadı, Aqil. Aqildən irəliyə ötürmə. Yenə Allahdır.
Mərkəzdə oynayır. Zərbə qeyri-dəqiqdir. Yandakı komanda yoldaşını ötürsəydi daha yaxşı olardı. Bəli, ötürmə. Yaxşı kontratak ola bilərdi, ancaq Zəfər komandası hücumdadır. Zərbə. Zaur. Zahid ötürdü. Zahid. Zahiddən irəliyə ötürmə. Çıxardılar topun Barislər komandasında top. Aqilin zərbəsi çox yumşaq alındı. Ötürmə, boşluq var burada. Ötürmə yenidən bloklayırlar. Qayda pozuldu. Rəşad. Üçüncüsən cərimə zərbəsi. Zərbə. Qapının üstündən top meydan tərk edir. Ötürmə. Qeyri-dəqiq alındı, ancaq Barislər komandası topa toxundu. Rəşad topa toxuna bilmir. Top Mübarizlərdədir. Dəli ötürmə, yaxşı alındı. Geriyə Aqilə. Aqil oyuncu axtarır. Geriyə oynadı Zaurla. Zaur. Zahid. Zaur. Aqil. Aqil. Zərbə Rəşad blokladı. Buradan ancaq yenidən hücumdadır Mübarizlər komandası. Geriyə Zaurla oynadılar. Zaurdan irəliyə ötürmə. Alınmadı. İndi top Zəfər komandasındadır. Yaxşı keçdi burada. Zərbə gələ bilərmi? Zərbə dirək. Dirək. Çox yaxşı hücum qurmuşdu burada. Zəfər komandası ancaq top dirəyə dəydi. Və out Mübarizlərindir. Zahid. Zaurla oynadı burada. Zaur. Zaurdan irəliyə. Hücumdadır Mübarizlər. Ötürmə. Blokladılar. Out olacaq. Rəşad topu blokladı. Ötürmə. Qapıdan zərbə olacaq. Deyəsən son hücumdur bu. Birinci taymda ilk hissədə son hücum alacaq. Rəşad. Zərbə. Yaxşı zərbə idi və yaxşı da qurtardı topu qapıcı. Üçüncüdən zərbə. Və birinci hissə başa çatır. Hesab 1-1'dir. İkinci hissə başladı. Zəfər Mübarizlər komandasının oyunları. Hesab 1-1'dir. Görək ikinci taymda hansı komanda kuboku götürə biləcək oyunun nəticəsinə əsasən. Ötürmə. Ötürmə. Əla alındı burada ancaq. Zahid top götürür. Aqil ilə oynadı. Aqil. Qayda pozuntusu. İndi Zəfər komandası topladı.
İrəli ötürmə, hava ötürməsi, saxladı topu. Ötürmə, ikincisindən zərbə. Qapıdan zərbə daha doğrusu, qapıdan zərbə. Qapıcı topu oyuna daxil edir. Out mübarizələrin. Zahid götürdü topu. Geriyə oynadı. Zahid irəliyə qayda pozuntusu yenidən Barzəl komandasının futbolçusuna qarşı cərimə zərbəsi olacaq. Zərbə top qapının xeyli üstündən keçir. Ötürmə irəliyə qeyddə qalındı. Elvin topu götürür, alınmadı götürmə. Elvin geriyə oynadı, ancaq qeyddə qalındı. Aqil Elvin aldı topu. Yenidən Barzəldə top zərbə, qapısı götürdü. İrəli ötürmə. Zaur aşıtdı topu. Həsən zərbə. Qapıcı çıxartdı topu və ikincidən zərbə olacaq. Yaxşı hücum qurdu buradan Barzəl komandası, ikincidən zərbə. Topun gərisində Aqildir. Ondan irəli ötürmə, ancaq heç kim yox idi burada və out Zəfər komandasınındır. İndi qapıcı qeydə götürmə, ancaq götürdü topu. Yanlış oynamışdı burada qapısı. Və Zəfər komandasında top irəliləyirlər. Zərbə, top qapının bir üstündən meydanı tərk edir. Zahid topu götürür və yandakı komanda yoldaşı ilə oynayır. O da irəliyə Aqil ötürmək istədi, ancaq top meydan tərk edir. Qapıdan zərbə. İrəli ötürmə. Ötürmə. Hücumda zərbə və gol. Hesab 2-1 olur. Zəfər komandası hesabı 2-1 edir. 2-1 Zəfər komandası hesab arasında minimal fərqlə üstünlüyə sahibdirlər. 2-1 final oyunu Zəfər komandası hesabda üstündülər. İndi görək nə edəcək Mübarizələr komandası. Oyunun bitməyinə hələ var. Hələ çox şey ola bilər bu oyunda. Görək final fitindən sonra hansı komanda bu sezonun, mövsümün qalibi olacaq. Cərimə zərbəsi yenidən Mübarizələrə qarşıdır. Mübarizələrindir. Zahid irəliyə ötürdü. İrəliyə ötürmə. Zahid çıxartdı topu.
top mübarizəsindir. İrəliyə ötürmə. Həsən qapıcı topu çıxartdı. Aqil altdan top oyuna daxil edir. Geriyə oynadı Zaur. Zaurdan irəliyə tutmaq. Geriyə Zahid. Zahid ötürdü Zaura. Zaurdan irəliyə. Həsən ötürdü, komanda yoldaşı ilə oynadı. Hücumdadılar, ancaq dabanla çıxartdılar. Out yenidən mübarizələrində. Hücumdadır mübarizələr. Həsən, Zəfər komandası hələ ki müdafiə olunur. Həsən geriyə Zaurla oynadı. Zaur. Zaurun zərbəsi top qapıdan biraz aralı keçir. Qapıdan zərbə ilə Zəfər komandası top oyuna daxil edir. Geriyə qapıcı ilə oynadılar. Qapıcıdan irəliyə ötürmə. Geriyə. Ay. Qeyri-dəqiq oldu. İndi out. Zəfər komandasının Zaur geriyə oynadı komanda yoldaşı ilə. O. Ondan qapıcıya Zahidi ötürmə. Zahid. İrəliyə ötürmə. Zərbə. Qapıcı topu tutur. Yaxşı irəliyir burada, yaxşı irəliyir. Ötürmə edə bilərdi, gecikdirdi, ötürdü. Zərbə, blok, yenidən hücumda Zəfər komandası. Ötürdü, boşluq var burada, ötürmə yenidən. Rəşad ötürdü, çıxartdı topu, at mübarizərin. Yaxşı oyun gedir, qızğın oyun gedir, əsl finala layiq bir oyundur. Ötürdü. Geriyə, mərkəzlə oynadı indi. Və heç sən yoxdur deyir hakim. Hakim heç sən yoxdur deyir və qapıdan zərbə olacaq. Ötürmə, səhv. Alınmadı. Çox böyük bir səhvə yol verdirdi. Rəşad ötürdü. Rəşad çox böyük səhvə yol vermişdi. Oradan mübarizələr komandası hesabı bərabərləşdirə bilərdi, ancaq edə bilmədilər. İndi hücumdan mübarizələrdir. Zaur ötürmə, zərbə. Rəşad topu çıxardı. Heç sən yoxdur burada. Oyundur. Zərbə və qapıcı çıxartdı. Oyuncu var idi onca, ancaq qapıcı ayağını qoydu və topu çıxartdı. İndi out mübarizələrindir. Zaurdan ötürmə. Zərbə çox yumşaq alındı və qapıcı topu tutur. İrəliyə ötürmə. Alınmadı. Mübarizə hücumdadır. Yaxşı çıxartdılar burada topu. Zahid. Zaur. Zahiddən irəliyə ötürmə, qeyridə qalındı. Qapıcı.
Ötürmə. Yenidən hücumdadır Zəfər komandası. Ötürdülər geriyə. Heç nə yoxdur burada. Heç nə yoxdur, zərbə qeydə qalındı. Sağ Agil. Agil ötürdü komanda yoldaşına. Şövqan ötürdü Agilə. Agildən Zahid ötürmə. Zahid irəli ötürdü qeydək. İrəli ötürmə, zərbə və qapısı qaytarır topu. İrəli ötürmə və out. Out. Zəfər komandasından qeydə götürdülər burada topu. Agil ötürdü Zahidə. Zahid geriyə Zaura. Zaurdan Zahidə. Zahid. Agil. Agil ötürdü. Agil qeyri-dəqiq zərbə. Yaxşı zərbə indirə bilmədi. Top ayağına oturda bilmədi və heç top meydanı da tərk eləməmişdi burada. Hücumda Zəfər komandasıdır. Zərbə və gol! Hesabı 3-1 Zəfər komandasının xeyrinə olur. 3-1 Zəfər komandası hesabda irəlidədir. 3-1. Zəfər komandası kuboku qaldırmağa çox yaxındılar. 3-1 hesabda irəlidədirlər və hələ də oyunun bitməyinə vaxt var. Hələ də hər şey ola bilər. Mübarizələr komandası oyunu çevirə bilərlər. Görək, 10 dəqiqə var, 10 dəqiqəyə hər şey ola bilər. Agil zərbə blokladılar. İndi hücuma gedir Zəfər komandası. Zərbə və 4-1. 4-1 oldu hesab. Hesab 4-1 olur. Zəfər komandası kuboku qaldırmağa çox yaxındılar. 4-1 hesabı ilə Mübarizələr komandasının üzərində ciddi üstünlüyə malikdilər. 3 top fərq var oyunda. Zahid Zaura ötürdü. Zaurdan Zahidə. Və qayda pozulur burada. Cərimə zərbəsi olacaq. Zəfər komandası başlayacaq. Ötürmə irəliyə. Zəfər komandası yenə də hücumdadılar. Yaxşı irəliləyirlər. Zərbə də indirirlər, ancaq blok gəldi burada. Yaxşı hücum qurur Zəfər komandası bu dəqiqələrdə. Yaxşı ötürdü. Ancaq gözləmirdi o ötürməni sanki.
Zundad Zəfər komandası. Zərbə, blok və üçüncüdən zərbə olacaq. Üçüncüdən zərbə olacaq. Samir ortada gözdəsən. Bir tərəfdə sevinç, bir tərəfdə əsəb, kədər var. Elini sağdan gir, sağdan biraz gir. Zərbə, blok gəldi. Atıp basacaq. Yaxşıdan oyna axıra qədər. Etmə yox, oyna, oyna. Oyna, etmə yox. Oyna. Oyna desin, oyna. Yardıma götür. Məndə işlə yox. Başdı var. Penalti olacaq. 11 metrlik cərimə zərbəsi. Görək hesab arasında fərq böyüyəcəkmi? Zərbə və 5-1. Hesab 5-1 olur. 5-1. Zəfər komandası hesab arasında fərqi böyüdür. Daha da böyüdür. Zəfər komandası topla oynayır. Oyunun bitməyinə az bir vaxt qalıb. Zərbə 5-6-1. Hesab 6-1 oldu. Zəfər komandası hesabı 6-1 eləyir. Demək olar ki, artıq kubokun sahibi onlardır. Akil. Möcüzə baş verəcəyimi görə bu oyunda. Mübarizə komandası hücumdadılar. Ötürmə yaxşı alındı, ancaq yaxşı da blokladılar burada ötürməni. Və 6-2 olur hesab. Hesab 6-2 olur. Zəfər komandası, Mübarizə komandası hesab arasındakı fərqi azaldırlar. Türmə. Mübarizələr hücum axtarışındadılar. At mübarizələri. Zəfər komandası hücumdadılar. Və penalti olacaq. Hesab 6-2-dir və penalti olacaq. Görək hesabı 6-3 edə biləcəklərmi? Hesab arasındakı fərqi azalda biləcəklərmi? Zərbə və qapıcı topu qaytarır. Qapıdan zərbə. Hesabı azalda bilmədilər. Hesab arasındakı fərqi azalda bilmədilər. Təbrik.
Və 6-3 olur hesab. Aqil hesabı 6-3 eləyir. Görək nəsə möcüzə baş verə biləcəkmi bu oyunda? Hesab 6-3 olur. Elvin ötürdü geriyə. Elvin ötürdü geriyə. Yaxşı sürətli oyun gedir bu dəqiqələrdə. Top Mübarizlər komandasında. 3 dəqiqə qalıb oyunun bitməyinə. Saur. Elvin topu çıxartdı. Out Mübarizlərindir. Zərbə qeyridə qalındı. Axırıncı 1 dəqiqə qalıb oyunun bitməyinə. 1 dəqiqədən sonra Zəfər komandası bu mövsümün qalibi olacaq və cərimə zərbəsi Zəfər komandasının xeyrinə. Gərək nöqtəni qoya biləcəklərmi bu oyunda? Zərbə alınmadı. Və sürətli hücumladılar. Qapıcı topu götürdü. İndi hücumdadılar. Zəfər komandası Elvin. Elvin. Və top çıxdı və Zəfər komandası bu mövsümün qalibidirlər. Təbrik edirik Zəfər komandasını. Kubokun sahibi onlardılar. Növbəti mövsümdə görüşənədək.